Salam əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər. Bu günləri DİM-in son buraxılışı olan 20 sınaq test kitabçasının 3-cü qruplar üçün nəşr olunmuş test kitabçasının 7-ci sınağının izahını verəcəm. İzaha keçməmişdən öncə onu qeyd edim ki, bu tərzdə videoların dərs izahlarının, test izahlarının davamını istəyirsinizsə, kanalıma abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Keçək sualların izahına. Sual 1. Solan islahatları. Torpağa görə bütün borcların ləğv edilməsi. Əziz və dəyərli izləyicilər, biz bilirik ki, solan islahatları əvvəl 594-cü ildə keçirilib. İslahatlar nəticəsində borclar ləğv edilib, Afina'dan ərzaq ixracı dayandırılıb, ərzaqların xarici daşınması qarşısı alınıb. Bir də ki, Attikanın kişi sakinlərinin vətəndaşlığı hüququ verilib. Bundan başqa Afinada gələcəkdə də insanların borca görə qula çevrilməsi qadağan edildi. Burada cavablar hansılardır? Taxıl və ərzaq məhsullarının ixracı qadağan edildi. Borca görə qul edilən Afinalılar azad olundular. Cavab oldu ki, 4, yəni A variantı. İkinci sual. Afina şəhər dövləti, Makedoniya dövləti. Demək, baxaq burada. Suriya, Fələstin və Misirin ələ keçirilməsi. Suriya, Fələstin və Misirin... Birinci Afinanı tapaq. Balkan Yarımadasının şimalında, bu da Makedoniyadır. Eradan əvvəl 6-cı əsrin sonunda üsyan və tiranlığa son qoyulması. Bu Afina şəhər dövlətinə aiddir. Dövlətin əsasının Lokonikanın işğal edilən Dorilər tərəfindən qoyulması. Bu səhvdir, bu Spartaya aiddir. Müstəqilliyə Əhəmənilər tərəfindən, Əhəməni imperiyası tərəfindən son qoyulması bu da heç birinə aid deyil. Yəni Əhəmənilər heç bir dövləti, bu iki dənə dövləti süquta uğratmayıblar. Birdə oldu, bir dənə boş, C variantı. İkiyə baxaq indi. Suriya, Fələstin və Misirin ələ keçirilməsi aiddir Makedoniyaya. Balkan yarımadasının şimalında yerləşməsi bu da aiddir Makedoniyaya. Cavab oldu 1C, 2AB, yəni B variantı. Növbəti sualın izahına keçək. Sual 3. Qədim Misir tarixi nədən əvvəl 4-cü minilliyə aid olan hadisələri müəyyən edək. Yazının meydana gəlməsi Misirdə 4-cü minillikdir, bu düz cavabdır. Yuxarı və aşağı Misirdən müstəqil padşahlığın yaranması, bu da 4-cü minillikdir, düzdür. Misirin imperiyaya çevrilməsi 2-ci minillikdir, 4-ə getmir. Hetlərlə sülh müqaviləsi 13-cü əsrdə Ramzes tərəfindən imzalanıb. Bu da 2-ci minillikdir, getmir. Memfis şəhərinin dövlətin paytaxtı çevrilməsi Misirdə vahid dövlətin yaranması ilə də vahid dövlətə 4-cü minillikdə yarandığı üçün Memfisin paytaxtı olması aiddir. Cavab oldu 1, 2, 5, yəni Y variantı. Sual 4. Qədim Yunan mədəniyyətinə aiddir. Memarlıqda ionik sütunlarına istifadə ediblər. Ramayana dastanı Hindistan mədəniyyətinə aiddir. 2 səhvdir. Betonun ixtira edilməsi Romadır. 3də səhvdir. Avtomatik 2 və 3-lü cavabları öldürürük. Cavab qalır 1, 4, 6, yəni A variantı. Baxaq indi. İlk olimpiya oyunları, bəli, Yunanistan mədəniyyətinə aiddir. Panteon məbədi, adında T hərfinin olduğu məbəd Roma mədəniyyətidir. İlk teatrın yaranması da Yunan mədəniyyətinə aiddir. Cavab oldu 1, 4, 6, yəni A variantı. Növbəti sual. Yəni 5-ci sual. Göstərilənlərin aid olduğu döyüşün müəyyən. Yunanlılar məğlub oldu. Spartadan başqa bütün Yunan şəhər dövlətlərinin süquta uğraması təbii ki, Xeroneia döyüşünə aiddir. Eradan əvvəl 338-ci il. 6-cı sual. Qədim Roma imperiyasının 2-ci əsr tarixi üçün xarakterikdir. 2-ci əsrdə hakimiyyətdə olmuş Roma imperatoru Adrian, hansı ki bu Adrian alma hökmdarlarına da hədiyyələr göndərib. Məhz imperator Adrian qulların öldürülməsi 2-ci əsrdə qadağan eləmişdir. Cavab oldu A variantı. Keçək 7-ci sualın izahına. Sual 7. Eradan əvvəl 3-cü minilliyə aiddir. Sparta şəhərinin əsası qoyulub 2-ci minillikdə, bu getdi. Akkad dövlətinin iki çarəsini vahid dövlətə birləşdirilməsi 24-cü əsr Sargon tərəfindəndir. Bu 3-cü minilliyə aiddir. Qədim Misirdə ilk yazı 4-cü minillikdə yaranıb, avtomatik 1-li və 3-lü cavabları burada öldürürük. Hindistanın Harappa şəhərinin meydana gəlməsi 3-cü minillikdir. Bu da 3 aiddir. Çində Sin sulları tərəfindən vahid dövlət 221-də meydana gəlib. 221-ci il 3-cü əsrdir, 3-cü əsrdə 1-ci minillikdir. Bu da getdi. Azərbaycanın cavabında ilk dövlət qurumu Araq dövlət qurumudur. 3-cü minilliyin 1-ci yarısında yaranıb. Bu da 3-cü minilliyə aiddir. Cavab oldu 2, 4, 6, yəni C variantı.
8-ci sual. Səbəb nəticə əlaqəsinin doğru verildiyi cavabı müəyyənləşdirək. 1. Fermofil döyüşü Əhəməni ordusu bütün Yunanistanı işğal etməsi bu səhvdir. Əhəməni ordusu Fermofil döyüşündən sonra Orta Yunanistanı tabe edir. Avtomatik biri cavablar getdi. Şimaldan doğru tərəfə yönəliş etməsi Krit padşahlığının süqutu səhvdir budur. Çünki Krit padşahlığı Vulkan püskürməsi nəticəsində süqut edib. Əgər 1-2 səhvdirsə, demək doğru cavablar hansılardır? 3-4, yəni D variantı. Keçirik 9-cu sualın izahına. Sual 9. Sxemi tamamlayın. Tiranlıq idarə üsulu yaranması. Tiranlıq idarə üsulu yaranması təbii ki biz bilirik Afinaya aiddir. Ordu və donanma strateglərin başçılıq etməyə başlaması, əmlakından sonra vətəndaşlara xalq yığıncağında iştirak hüququnun verilməsi, bunlar hamısı Afina şəhər dövlətinə aiddir və Afina şəhər dövlətinin eradan əvvəl 6-cı əsrinə aiddir. Çox rahat bir sualdır. Cavab oldu Y variantı. Növbəti sual 10-cu sual. Özürlə hesab edin 10-cu sual. Qədim Yunanistan eradan əvvəl 8-ci əsr tarixi üçün səciyyəvidir. Homerin İlyada və Odisseya dastanı 8-ci əsrdə yaranır, bu düzdür. Spartada tiranlığın yaranması. Belə şey yoxdur. İlk Sparta şəhər dövləti 8-ci əsrdə, amma tiranlıq yaranması yoxdur. Tiranlıq Afinaya aiddir. İlk dəfə imperiyaların keçirilməsi 8-ci əsrdir. Yunan Əhəməni müharibəsinin başlanması 500-cü ildir. 5-ci əsrdir. Bu da getdi. Bir də qaldı cavab 5. Orta Yunanistanda Afina şəhər dövlətinin yaranması bəli 8-ci. Cavab oldu 1-3-5, yəni A variantı. Sual 11. Uyğunluğu müəyyən edin. Qədim Misir 1-ci Tutmos, 2-ci Ramses. Nubiyanın tabe edilməsi 1-ci Tutmosa aiddir. İlk dəfə Misiri vahid dövlətdə birləşdirən Firon Min adı keçmir. 1-ci Tutmos deyil və getdi. Fələstin və Suriya işğal edilməsi 1-ci Tutmosa aiddir. Bir də oldu cavab A, C. Avtomatik cavab çıxır burada A variantı, amma 2-yə də baxaq. 2-ci Ramses. Ölkənin sərhədlərinin fəal sayı çatdırılması 1-ci Tutmosdur. Kadeş sülhü bəli 2-ci Ramsesə aiddir. İlk piramidanın inşa edilməsi Firon Zoserə aiddir. Oldu cavab 1A, C, 2B. Yəni A variantı. Növbəti sual, yəni 12-ci sual. Afina şəhər dövlətinin eradan əvvəl 5-ci əsr tarixinə aiddir. Attikanın azad kişi sakinlərinə vətəndaşlıq hüququnun verilməsi Solon islahatları iləndir. Solon islahatı 6-cı əsrə aiddir. Bu 5-ci əsr deyil. Sparta ilə müharibədə Sparta ilə Afina müharibəsi 431-404-dür. 5-ci əsrə aiddir. 2 düzdür. Strateji vəzifəsinin təsis edilməsi 6-cı əsrdir. Bu da getdi. Yoxsul vətəndaşlara vəzifə üçün əmək haqqı verilməyə başlanması Periklə aiddir. Periklə strateji olub 443-dən 428-ci ilə kimi, yəni 5-ci əsrdə. Demək 4 da aiddir. Cavab oldu 2-4, yəni Y variantı. Axırıncı fikir də Əhəməni hökmdarı 3-cü Daranın hücumlarına məruz qalması. Əhəməni hökmdarı 3-cü Dara Yunanistana hücum eləməyib. 1-ci Dara hücum eləyib. O da 5-ci, burada çaşdırmaq üçün belə veriblər. 1-ci Daranın hücumu 5-ci əsrdə, 500-cü ildir. Amma burada 3-cü Dara yazdığı üçün səhv olacaq cavab. Cavab oldu 2-4 Y variantı. 13-cü sual. Xan sülaləsindən fərqli olaraq Çin sülaləsi dövründə Çin səddinin inşa edilməsi Çinə aiddir. Dəmir emalının başlanması 6-cı əsrdir. Bu heç bir sülaləyə aiddir. Meta ilə müqavilə 200-cü ildir. O Xan sülaləsinə aiddir. 3-də getdi. Avtomatik burada 2-li və 3-lü cavablar gedir. Birinci cavab olmalı. Cavab oldu 1-6. Yəni A variantı. 6-ya baxaq. İlk dəfə olaraq Çin ərazisinin vahid dövlətə birləşdirilməsi bəli Çinə aiddir. Cavab oldu 1-6, yəni A variantı. 14-cü sual. Qədim Roma tarixinin hadisələri verilib, bunların xronoloji adı tapmalıyıq. 10-cu lövhə qanunları eradan əvvəl 5-ci əsrə aiddir. Padşahlıq idarə üsulunun yaranması eradan əvvəl 753-cü ildir. Yəni 8-ci əsrdir. Bütün İtaliyanın tabe edilməsi eradan əvvəl 3-cü əsrdir. Karfagenin Roma əyalətə çevrilməsi eradan əvvəl 146-cı ildir. Yəni 2-ci əsrdir. Demək, avtomatik cavab necə olacaq? Əvvəl 8-ci əsr, sonra 5, sonra 3, sonra 2. Yəni 2, 1, 3, 4. 2, 1, 3, 4 cavabdakı C variantı olacaq. Keçirik növbəti sualın, yəni 15-ci sualın izahına. Təbii ki, lövhəni təmizləyəndən sonra. 15-ci sual.
Cəmiyyət məsələlərinin dini qaydalarla həll olunduğu idarəetmə forması heç şübhəsiz teokratiyadır. Teokratiya sözünün mənası teos, tanrı, kratiya, idarəçilik deməkdir. Yəni, tanrının idarəçiliyi. Dini qaydalarla ölkənin idarə edilməsi teokratiya adlanır. 16-cı sual. Qədim Şumerlərə aiddir. Hieroglif yazı Şumerdə olmayıb. Misir, Manna, Çində olub. Şumer mixi yazıdır. Getdi. İkiçi Asiyasının yerli sakinlər olması. Bu da səhvdir. Bunlar İkiçi Asiyasına Mərkəzi Asiyadan köçmüşdülər. Altay dağ ətəklərindən. İş getdi. 1 ilə ikili cavabları öldürürük biz burada. A və Y variantı qalır. 3. 4-cü metri təkərin ixtira edilməsi. Düzdür. Cəmiyyətin dini qaydalarına idarə edilməsi. Bu da düzdür. Tarixdə ilk dəfə yazılı qanunlar. Bəli, bu da Şumerə aiddir. Cavab oldu 3, 4, 5 A variantı. Qulların canlı ölü adlandırılması Misirdədir, Şumerdə deyil. Cavab oldu 3, 4, 5. Yəni A variantı. Növbəti sual. 17-ci sual. Uyğunluq gözlənilmişdir. Makedoniya İskəndərin şərqə yürüşü Midiya süqut etdi, səhvdir. Əhəmənilər süqut etdi. 1 getdi. Akkadların başçısı Sargon dünya tarixində ilk dəfə imperiya yaratması. Bu düzdür. Qırmızıqaşlar üsyanı Çində xan sırası devrilməsi səhvdir. Sarısallar üsyanı ilə devrilib. Avtomatik 1 ilə 3-lü cavabları öldürürük burada. Cavab qarı 2, 4 C variantı. 4-ə baxaq. Mete Tanhu tabe eləmişdi. Monqol və Tibet tayfalarını tabii ki doğrudur bu. Cavab 2, 4 C variantı. 18-ci sual. Uyğunluq gözlənilmişdir. Qədim Misirdə qulları adlandırırdılar. Kiçiklər səhvdir. Canlı ölü adlandırırdılar. Nubiyanı Misirə birləşdirən birinci tutmosudur. Burada 3-cü tutmos yazıb. Bu da səhvdir. Misir fironunun ən yaxın köməkçisi olan məmur adları Çati. Təbii ki doğru cavab budur C variantı. Bəli, həqiqətən də Misirdə fironun ən yaxın köməkçisi elə öz yaxın adamlarından və ailə üzvlərindən təyin etdiyi Çati idi. 19-cu sual. Uyğunluq pozulmuşdur. Qədim Azərbaycan tayfası Lublin yürüşü Akkad İmperiyası süqut etdi. Cavab budur. Niyə? Çünki biz bilirik ki Akkad İmperiyasını Kutilər süquta uğradıblar. Lublilər süquta uğratmayıblar. Ona görə cavab olacaq A variantı. 20-ci sual. Het dövləti ilə Kardeş müqaviləsi imzalayan dövlət Misirdir. Misirin yerləşdiyi ərazidə 1-dir. Cavab oldu 1. Yəni A variantı. 19 və 20-ci sualın cavabları A variantı olacaq. Növbəti sual. 21-ci sual. Uyğunluq pozulmuşdur. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma sərkərdəsi Pompey ilə sülh imzalamışdır Albaniya dövləti. Bu düzdür. Orosyan Pompey 65-ci ildə müqavilə imzalayıblar. B. Şərqi Roma İmperiyası ərazisinə daxil idi. Balkan yarımadası, Misir, Roma. Bu da düz fikirdir. Bizdən səhv cavab istəyir. Qədim Romada plebeylər xalq tribuniyasını müqavilə etdilər 5-ci əsrdə. Bu da düzdür. Romada ilk yazılı qanunlar Salik 12 lövhə qanunlarıdır. Bu da 5-ci əsrə aiddir. Bu da getdi. Qədim Roma İmperiyasının süqutunu sürətləndirir Spartak üsyanı. Bu səhvdir. Çünki Spartak üsyanı 74-71-də baş verəndə heç Roma İmperiyası yox idi. Roma İmperiyası Spartak üsyanından sonra eradan əvvəl 27-ci ildə meydana gəlmişdir. 22-ci sual. Neçənci əsrə aid hadisə verilməyib? Qədim Romada 12 lövhə qanunları 5-ci əsrdir, getdi. 5-ci əsr buradan vururuq və getdi. Roma Respublikası tərəfindən Makedoniya işğal edilməsi 148-ci ildir, 2-ci əsrdir. Yəni 2-ci əsrdə buradan silirik. Yuli Sezarın sənətdə öldürülməsi 44-cü ildir, 1-ci əsr. Təbii ki, eradan əvvəl 1-ci əsrdə buradan vururuq. İlk dəfə Olimpiya oyunları 776-cı ildə keçirilib. Bu da 8-ci əsrə aiddir. Avtomatik olaraq 8-ci əsrdə buradan vururuq. Eradan əvvəl 4-cü əsrə aid olan hadisə burada yoxdur. Cavab oldu D variantı. Növbəti sual, yəni 23-cü sual. Qərbi Roma İmperiyasının tarixinə aid hadisələrin müəyyən. İnşallah bu suallara cavab verəndə adətən bunu Roma İmperiyasına səhv salırlar. Əziz və dəyərli izləyicilər, burada Qərbi Roma İmperiyası deyib. Yəni 476-da süqut eləyib 395-də yaranan imperiya. 395-476-cı illərdə mövcud olmuş imperiya. Dövlətin paytaxtının Vizantiya köçürülmə. Vizantiya paytaxt köçürülüb 330-da. Bunda Qərbi Roma İmperiyası yox idi. Bu getdi. Vandallar tərəfindən Roma şəhərinin dağıdılması 455-dir. Bəli, bu Qərbi Romaya aiddir. 2. Hunlarla mübarizə, bəli, Attillanın hücumu var 451. Bu da Qərbi Romaya aiddir. Qulların öldürülməsinin qadağan edilməsi 2-ci əsrdir. Bu Roma İmperiyasına aiddir. Qərbi Romaya aid deyil.
4 getdi. German tayfaları tərəfindən süqut edilməsi 476-cı ildə bəli, Qərbi Romanı German tayfaları süqut ediblər. Cavab oldu burada hansı cavablar? 2, 3 və 5. 6-cı fikrə baxaq. Ahmet döyüşü 359-da baş verib, onda Qərbi Roma imperiyası yox idi. Hələ Roma imperiyası idi. Cavab oldu 2, 3, 5. 24-cü sual. Qədim Çində xan sularasının hakimiyyət dövrü üçün xarakteristikdir. Xan dövründə Vyetnam işğal edilib, düzdür. Konfutsi təlimini xan sularası müdafiə edib, rədd eləməyib. 2 səhvdir. Çin əhalisinin vahid xalqa çevrilməsi xana aiddir. Bəli, ona görə Çinlilər indi özlərini xan adlandırırlar. Meta xalqanla sülh müqaviləsi 200-cü ildə xan sularası dövrünə aiddir. 4-ə aiddir. Erkən sivilizasiyanın Çində yaranması 3-cü minillikdə. Onda sulala falan yox idi. Cavab oldu burada 1, 3 və 4-cü fikirlər. 24-cü sualın da izahı bu belə. Keçirik 25-ci suala. Sual 25. Uyğunluq pozulmuşdur. Konfutsi təlimi yayılmağa başlayıb 6-5-ci əsrlərdə, bu düzdür. Bizdən səhv cavab istəyir. Qədim Çində ilk dəfə vahid xalq yaranmışdı. Sin sulası dövründə səhvdir. Bu xan sulası dövründə vahid xalq yaranıb. 2 doğru, yəni səhv cavabdır. Yəni variantdır. Mikena sivilizasiyası vulkan püskürməsi ilə dağılmayıb. Mikenalılar Dor tayfaları tərəfindən süqut uğrayıblar. Yəni səhv cavabı istəyir, bu da doğru cavabdır. Çində qırmızı qaşlar üsyanının baş verilməsi eradan əvvəl 1-ci əsr yox, eramızın 1-ci əsrdir. Bizdən səhv istəyir. Bu da səhvdir. Sarısallar üsyana çıxan qardaşların başçılıq edib doğru cavabdır. Doğrunu götürmürük biz burada. Bizdən səhvləri istədiyi üçün cavab olacaq burada 2, 3 və 4. Döyüşlərin xronoloji ardıcılığı. Qavqamel döyüşü olub eradan əvvəl 331-də. Uahuş döyüşü olub eradan əvvəl 716-da. Marafon döyüşü olub eradan əvvəl 490-da. Xroneo döyüşü olub eradan əvvəl 338-də. Xronoloji ardıcılıq necə oldu? 2, 3, 4, 1. 204-1 olaraq müəyyənləşdirdik. Keçək son sualımız, situasiya sualından öncəki son sualımızın izahına, yəni 27-ci sualın izahına. Uyğunluğu müəyyən edin. Əsrlər verib müəyyənləşdirmək. Romada konsulların seçilməyə başlaması. 509-cu ildə Respublika quruluşu yaranandan Romada konsullar seçilməyə başlayıb. Yəni 6-cı əsrə aiddir. Anı yazdıq 6-ya. Padşahlıq dövrünün başlanması 753-cü ildir. 753-cü ildəki 8-ci əsrdir. Bu heç birinə getmir. 12 lövhə qanunları 5-ci əsrə aiddir. Getdi 5-ə. İskit şahlığının yaranması 7-ci əsrdir. Getdi 7-yə. Afinada azad əhalinin yoxsul təbəqəsinə vətəndaşlıq hüququnun verilməsi bu Solon istatı iləndir. Solon istatı da aiddir 594-cü il, yəni 6-cı əsrə. Cavab oldu 1D, 2A'yı, 3C variantı. İndi isə situasiya sualının izahına baxaq. Əziz və dəyərli izləyicilər, situasiya sualında danışılır Roma Karfagen müharibəsindən. Karfagen azad eləmək üçün başlayır falan filan. Yəni bu müharibədən danışılır burada. Sual 1 nədir? Mənbədə bəhs edilən müharibənin adını yazın. Cavab Karfagen müharibəsi və ya da Pun müharibəsi. Roma Karfagen müharibəsi və ya da Pun müharibəsi. Ən doğru cavab burada yazmaq olacaq Pun müharibəsi. Bu müharibələr Pun müharibəsi adlanır. 29-cu sual. Mənbədə bəhs edilən müharibədə dövlətlərin 2 əsas məqsədini müəyyən edin. Bu müharibə olaraq Siciliya adası üstünə başlamışdı. Birinci yazmaq olar Siciliyanı ələ keçirmək. İkinci məqsəd olar ki, Aralıq dənizində hakimiyyəti ələ keçirmək üçün müharibə baş verib. Pun müharibəsi baş verib. 30-cu sual. Mənbədə bəhs edilən müharibənin 2 əsas nəticəsini yazın. Müharibə nəticəsində 1. Karfagen məğlub oldu və Romanın əyallətinə çevrildi. 2. Roma Aralıq dənizinin qərbində hökmranlığı öz əlinə keçirdi. Sualların izahı bu qədər. İnanıram ki, bu izahlar sizə faydalı olacaq. Diqqətinizə görə minnətdaram. Təşəkkürlər.